Hər kəsə salam arzulayıram ki, yaxşısınız. Mən astroloq Rəşid Hacıyev və gəlin görək may ayında bizi, bürcləri nələr gözləyir. Çalışın öncəliklə yüksələn bürcünüzə qulaq asın hər zaman. Bundan əlavə olaraq ikinci dərəcəli olaraq öz bürcünüzə qulaq asın. May ayına baxdığımız zaman mayın 1-i Günəş, daha doğrusu bir əqrəb dolunayı var. Bu deməkdir ki, aprelin sonu və mayın əvvəlləri, mayın ilk 15 günlük perioda, hətta ilk yarısı əqrəb dolunayının təsiri altındadır. Bu deməkdir ki, həmin ərəfələrdə daha kindar qısasça tutduğumuzu qopardan ola bilərik. Cinsəllik, seksual mövzular ön plana çıxa bilər. Rituallar, enerjilər, spiritual çalışmalar daha çox ön planda ola bilər. Öz gücümüzü, enerjimizi ortaya qoymağa daha meyilli olacağımız bir dönəmdir. Həmin ərəfələrdə mayın ilk 15 günündə mistik, spiritual, ruhani şeylərə qarşı çox daha böyük bir maraq duya bilər və qeyri-adi mövzular bizi çəkə bilər. Buna əlavə olaraq biraz da travmatik enerjilərə meyilli bir dönəmdir mayın ilk 15 günü. Ki, dediyim kimi, bu aprelin sonundan bəri artıq təsiri başlayır. Buna əlavə mayın 3-cü Merkuri buğaya keçir. Beynimizi, zəkamızı daha çox pul və maddiyyat kimi mövzulara doğru daha çox işlətməyə başlayırıq. Mayın 16-sı buğa bürcündə bir yeni ay olduğunu görürəm. Mayın həm belə deyək, əvvəlindən axırına qədər bütün may ayına pul və maddiyyat enerjisi yayılır. May ayı ümumilikdə maddi mövzuları ön plana gətirir. Əsasən də pulla bağlı yeni başlanğıclar, pul mövzusunda enerjimizi, gücümüzü ortaya qoyma, bolluğu, bərəkəti yaratma kimi mövzular may ayının daha böyük gündəmidir. Burada həm maddi dəyərlərimiz, həm mənəvi dəyərlərimizlə bağlı yeni başlanğıclar yaşamaq olaraq da özünü göstərə bilər. Mayın 17-si Merkuri əkizlərə keçir, beynimiz sürətlənir, həyat enerjimiz artır, ümumiyyətlə daha hərəkətli, daha rəngli, daha canlı bir dönəmə giririk. Mayın 18-də Mars buğaya keçir, sürətimiz biraz zəifləyir. Yəni belə may ayında qoçun o dəhşətli atəşindən çıxırıq və daha sakit, daha səbirli buğa enerjisini mənimsəyirik deyə bilərik. Ona görə biraz daha sakitləşirik. Mayın 19-u Veneranın Xərçəng bürcünə keçməyi sevgi, eşq mövzularına çox daha sadiq və ciddi münasibətlərə fokusda olmağımıza və həyatımıza çəkdiyimiz münasibətlərində daha çox ciddi münasibət ya da ailə, ev, yuva mərkəzli münasibətlər olmağına səbəb verir. 21-i Günəşin Əkizlər bürcünə keçməyi ilə bir yerdə yavaş-yavaş buğa enerjisini də atırıq və may ayında bizim 2 dənə dolunayımız var. Mayın 31-i bir ədəd də oxatan dolunayı olacaq. May yaman hərarətli və hərəkətli, amma həm də biraz yavaş bir aydır. Bir çox enerjini öz içində birləşdirir. Mayın 31-i baş verən oxatan dolunayı mayın son günləri və iyunun əvvəllərində xaricə getmək, gəzmək, səyahət etmək, yeni bir şeylər öyrənmək, akademik olaraq bir şeyləri tamamlamaq ya da başlanğıca başlamaq, mənəvi, ruhani mövzulara yönəlməyimizə səbəb verir. Gördüyümüz qədərilə may ayı pul və belə deyək də maddi mövzular və ailə, yuva mərkəzli yumuşaq bir aydır deyə bilərikmi? Deyə bilmərik, çünki əqrəb dolunayı var. Amma yəni daha aksiyonlu aylar görmüşük, amma may ayı da özünə görə qüvvətli bir aydır, transformativ bir aydır. Gəlin görək bürcləri may ayında nələr gözləyir. Əziz qoçlar və xüsusən yüksələn bürcə qoç olanlar, gəlin görək may ayında sizi nələr gözləyir. Əziz qoçlar, mayın ilk ərəfəsində ayın 18-nə qədər Mars Qoç bürcündədir. Güclüsüz, hərarətlisiniz, enerjiniz yüksəkdir, motivasiyanız yüksəkdir. Yəni qayət yüksək bir enerji ilə başlayırsınız maya və mayın ilk 18 günündə də enerjiniz o qədər yüksək, güclü, atəşli, aksiyon almağa meyillidir. Lakin mayın 18-də Mars buğaya keçir və siz də sakitləşirsiniz. Mars buğada zəif pozisiyadadır. Ona görə siz də sakitləşirsiniz, səbirlənirsiniz. Biraz belə o aşırı yanıb tutuşan enerjiniz biraz sakitləşir. Mayın 18-nə qədər dalaşqan, aqressiv və həyat dolu olan siz mayın 18-dən sonra biraz da sakit və pula yönəlik bir enerjide olacaqsınız. Mayın ilk günü baş verən əqrəb bürcündəki dolunay həyatınızda ümumiyyətlə aprelin sonu və mayın ilk 15 günündə cinsəllik, seksuallıq kimi mövzuları həyatınızın əsaslı gündəminə gətirəcək. Enerjiniz güclü işləyəcək, rituallara, ruhani praktikalara meyillisiniz. Borclarla bağlı bir borcları tamamlaya bilər, bağlaya bilər. Üzərinizdən böyük yüklərin getdiyini hiss edə bilərsiniz. Həyatınızda borc mövzuları, cinsəllik mövzuları, sihir, enerji kimi mövzular genel olaraq gündəmdə və borclarla bağlı bitiş olma ehtimalı yüksəkdir ya da ən azından müəyyən bir tamamlanma, həyat yoldaşı maddi durum ya da ortaqlıqdan gələn qazançlarla da bağlı bir tamamlanma ola bilər. Bundan əlavə may ayında total olaraq əsaslı gündəminiz pul və maddiyyatdır. Çünki may ayının 16-sı baş verən buğa yeni ayı bütün maya maddi enerjini gətirir. Sizin üçün may ayının əsas məqamı puldur. Yəni əsasən də yüksələn bürcü qoç olanlar özünüz görəcəksiniz. Mayın sonunda özünüzü soruşarsınız ki, may ayında əsas fokusun nə idi? Görəcəksiniz ki, pul, maddiyyat, maddi mövzular, pula verdiyiniz dəyər,
özünüzə verdiyiniz dəyər, ya da ümumiyyətlə həyata ya özünüzə verdiyiniz dəyər, yəni mənəvi dəyər, ya da ümumiyyətlə pul sizin may ayının bir nömrəli gündəminizdə və bununla bağlı yeni başlanğıclar başlaya bilər, yeni qapılar aça bilər, yeni gəlir qapıları da bəlkə yarada bilərsiniz. Bundan əlavə indi digər məqamlara baxaq. Mayın 3-ü Merkuri keçir Buğaya, yenə pul fokuslusuz. Mayın 17-si Merkuri keçir Əkizlərə. Mayın 17-sindən sonra qohumlar, qonşular, yaxın çevrə ilə sosial bir həyat keçirə bilər ya da sosial mediada çox aktiv istifadə edə bilərsiniz. Amma genel olaraq sosiallaşacaqsınız mayın 17-sindən sonra. Mayın 18-i, Marsda keçir ikinci evinizə. Bu deməkdir ki, mayın 18-dən sonra pul və maddi mövzulara çox güclü bir enerji ortaya qoymağa başlayırsınız. Bunun iki dənə mənası var. Ya mayın 18-dən sonra daha çox pul qazanmaq üçün daha çox zəhmət çəkəcəksiniz, ya da pulla bağlı biraz sınanacaqsınız. Nədirsə nədir, müvəqqəti bir təsirdir, narahat olmayın. İyun ayında bitəcək bu təsir, iyunun 28-də. Ya daha çox zənginlik üçün çabalayacaq, ya da qıtlıqla, ya da az pulla biraz savaşacaqsınız. İndi bu sizin frekansınızdan asılıdır. Enerjinizi pozitiv tutun. Pulu sevdiyinizi deyin. Pul da sizi sevir və enerjinizi, zehninizi maddi fokusa yönəldin ki, daha çox qazanmaq üçün mübarizə olsun. Əksi olmasın. Tamam, bəs mayın 19-u Venera 4-cü evinizə keçir. Ev, ailə, yuva mövzuları ilə bağlı gözəl bir dönəmə girirsiniz. Mayın 19-unda evinizi, yəni o ərəfədə mayın 19-dan sonra evinizi dizayn elətdirə bilərsiniz, evinizdə nələrsə gözəlləşdirə bilərsiniz, ev, ailə, yuva kimi hiss elətdirən insanlarla zaman keçirə bilərsiniz. Ailə, ev, yuva mövzularında bir huzur, sevgi hiss edə bilərsiniz. Evlə bağlı şans, uğur sizdən bir yerdə ola bilər mayın 19-undan sonra. Mayın 19-una qədərsə yaxın çevrə ilə zaman keçirmə, özünüzü inkişaf elətdirmə, biliklərinizi artırma kimi mövzular gündəm ola bilər. Mayın 21-i Günəş Əkizlərə, mayın 31-i Oxatan bürcündə 9-cu evinizdə bir güclü bir yeni ay var, dolunay var daha doğrusu. Bu deməkdir ki, mayın sonları, iyunun əvvəllərində xaricə gedə bilərsiniz, gəzə bilərsiniz, səyahət edə bilərsiniz, dini, akademik, mənəvi bir mövzuya fokuslana bilər, dini, mənəvi, akademik mövzularına alıqdar tamamlanma yaşaya bilərsiniz. Yəni, əsaslı fokusunuz din, təhsil, səyahət, fəlsəfə. Bu kimi mövzulardan bir ya da bir neçəsinə bağlı tamamlanma ola bilər. Bu demək ki, həyat fəlsəfənizdə bir şeylər dəyişdirə biləcək kimi sadəcə gedib xarici gəzə də bilər və ya bəziləriniz bəlkə də köçə də bilərsiniz, bilə bilmərik. Köçmək indi bir nömrəli əsas ehtimal deyil, amma bu da ola bilər, xəbəriniz olsun. Bu şəkildə may ayı gördüyümüz qədərilə maraqlı, hərarətli, pula yönəlik olduğunuz və aksiyonlu bir ayda ən yüksək xeyrinizə xidmət edəsiniz, sevgi və işıqla qalın. Sırf özbürcü qoç olanlar, gəlin görək sizi may ayında nələr gözləyir. Sırf özbürcü qoç olanlar, may ayında gözlədiyimiz şey sizin əsasən pula yönəlməyiniz, maddi olaraq uğurlar və güclü nailiyyətlər qazana bilməyinizdir. May ayında xaricə gedə bilərsiniz. May ayında qorxularınız, şübhələriniz və şüuraltınızla bağlı böyük bir üzləşmə yaşayacaqsınız. Öz qorxularınızın nə olduğunu çox yaxşı başa düşəcəksiniz. Bu əsasən xariclə bağlı ya da gələcəklə bağlı planlarınız ya da pulla bağlı, güvənlə bağlı mövzularda dərinləşəcəksiniz. Öz qorxularınızdan üzləşəcəksiniz və mənə elə gəlir ki, siz bunu uğurlu bir şəkildə edəcəksiniz. Çünki may ayı sizin üçün çox bərəkətli və çox gözəl gəlir. Amma qorxular, şübhələr və şüuraltınızdakı qaranlıq tərəflərlə də üzləşmələr yaşayacağınız çox önəmli və çox güclü bir aydır may ayı sizin üçün. May ayında uzun müddətli və dərin planlar da qura bilərsiniz. Xəbəriniz olsun. Sadəcə qorxularınızı uduzmayın. Güclü və cəsarətli olun. Amma cəsarəti də ağıldan bir yerdə qoruyun. Ən yüksək xeyrinizə xidmət edəsin. Videomu bəyənsə bəyənməyi, komment yazmağı və ya digər bürclərdən bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz buğalar və yüksələn bürcü, xüsusən buğa olanlar, gəlin görək may ayında sizi nələr gözləyir. Əziz buğa bürcləri, may ayında siz ümumiyyətlə çox hərəkətli, maraqlı və əyləncəli bir dönəmə girirsiniz. May ayında yerinizdə dayanmayacaqsınız deyə bilərik. Genel olaraq çox hərəkətli və çox canlı bir aydır sizin üçün may ayı. May ayında birincisi 7-ci evinizdə nur topu kimi bir dolunayımız var. Bu deməkdir ki, aprel ayının sonları may ayının ilk 15 gününə qədər olan dövrdə əsaslı fokusunuz münasibətlərdir. May ayında ciddi münasibət, evlilik, ortaqlıq işdən gələn ortaqlıq işlər və ya hər cür ciddi münasibətlər həyatınızın bir nömrəli fokusu olacaq. May ayının İlk vaxtlarında, aprelin sonu, may ayının ilk 15 günündə bəziləriniz yeni bir münasibətə başlayacaq, bəziləri problemli bir münasibəti tamamlayacaq, bəziləri ortaqlıq işə girəcək, bəziləri də evliliyi ilə bağlı, bəlkə də ya da münasibəti ilə bağlı bir dəyişim yaşayacaq. May ayının digər gündəmi isə özünüzsüz. Əsasən buğa bürcündə baş verəcək olan yeni ay sizə özünüz, görünüşünüz, ümumiyyətlə xarici görünüşünüz kimi mövzulara fokuslanmanıza səbəb verəcək. May ayında
görünüşünüzü dəyişdirə bilər, estetik əməliyyat bəziləriniz eləyə bilərsiniz. Buna əlavə olaraq tərzinizi dəyişə bilərsiniz, həyata baxışınızı dəyişə bilərsiniz, hədəflərinizi dəyişə bilərsiniz. Özünüzlə bağlı olaraq böyük bir yeni başlanğıca başlayacağınız, özünüz ya da bədəninizlə bağlı bir yeni başlanğıca başlayacağınızı total olaraq may ayında deyə bilərəm. Yəni bu may ayının sizin üçün balaca bir özətidir. Bundan əlavə may ayında təxminən ayın 19-undan sonra dəhşətli dərəcədə duyğusal və həssas olacaqsınız, emosional olacaqsınız, biraz daha yüksəyən, inciyən, amma həm də ailəcanlı olacağınızı demək mümkündür. May ayının 3-ündən sonra daha da həyatımız sürətlənir, rənglənir. Mayın 3-ündən sonra ki, ora gedim, bunu eləyim, bu məsələni həll eləyim deyə may ayında dəhşət sosial bir ay sizi gözləyir. Yəni yerində dayanmaq, yatmaq söhbəti yoxdur. İndi buğalsız illaki yatarsınız, amma nəysə də. May ayının 18-dən etibarən isə görürəm ki, Mars sizin birinci evinizə keçir. Biraz daha mübarizə verəcəyiniz bir dönəm olacaq. Spirituallıq, ruhani mövzular həyatınızda daha çox gündəm olacaq. Öz şüuraltınızdan, qorxularınızdan, öz enerjinizdən güclü bir şəkildə üzləşəcəyiniz bir dönəmdir. Bundan əlavə olaraq mayın 18-i Marsın birinci evinizə keçməyi ilə birlikdə idman və ya gücünüzü, enerjinizi ortaya qoya biləcəyiniz şeylərə daha çox fokuslana bilər, öz enerjinizi gerçəkləşdirə bilərsiniz. Mayın 19-sa Veneranın 3-cü evinizə keçməyi ilə birlikdə yaxın çevrə, qohum, əqrəba, qonşu, qardaş, bacı kimi insanlardan daha çox dəstək görə bilərsiniz. Xüsusən mayın 19-dan sonra qadın fiqurlarından yana çox güclü bir şəkildə dəstək ala bilər. Qadınlardan yana ümumiyyətlə, yəni bacınız varsa bacı ya da yaxın çevrənizdə qohumlardan bir qadınlar varsa daha yüksək dəstəklər ala bilər, sosial olaraq rənglənə bilərsiniz. May ayının 31-də isə 8-ci evinizdə baş verəcək olan dolunay sizin cinsəllik, spiritualizm, enerji mövzuları, travmalar, psixoloji mövzular, həyat yoldaşının qazancı, ortaq işdən gələn qazanclar kimi mövzulara daha çox yönəlməyinizə səbəb olacaq. Həmin ərəfədə borcla bağlı, kreditlə bağlı bir şeyləri tamamlaya bilərsiniz. Yəni mayın sonları, iyunun əvvəlləri ya da seksual həyatınız çox canlana bilər ya da elədiyiniz rituallar, enerji çalışmaları çox güclü işləyə bilər. Əziz buğalar, gördüyümüz qədərindən maraqlı və əyləncəli bir may ayı hissi gözləyir. Yəni yerinizdə dayanmırsınız da, uzun sözün qısası. Sırf öz bürcü buğa olanlar, sizə də demək istədiyim bəzi sözlərim var. Sırf öz bürcü buğa olanlar may ayında böyük transformasiya və dəyişim yaşayacaqsınız. Həyatınızda bir qadınla bağlı bir tamamlanma, bitiş yaşana bilər. Bu qadın emosional olaraq bağlarınızın olduğu bir qadındır və ya münasibətiniz dəyişəcək ya da bir bitiş yaşanacaq. May ayı hissi kökündən dəyişdirə biləcək və maydan öncəki sizlə maydan sonraki siz arasında bir fərq yarada biləcək önəmli və güclü bir dönəmdir. Mayın güclü, böyük bir transformasiyası olacaq. Köhnə şəxsiyyətinizə və sizə xidmət eləməyən şeyləri geridə qoymağın və yeni gücünüzü mənimsəmənin zamanıdır. Videomu bəyəndinizsə bəyənməyi, digər bürclərlə bölüşməyi unutmayın. Kommentlərdə fikirlərinizi bildirə bilərsiniz. Ən yüksək xeyrinizə xidmət edəsiniz. Sevgi və işıqla qalın. Əziz əkizlər və xüsusən yüksələn bürcü əkizlər olanlar, gəlin görək may ayında sizi nələr gözləyir. Əziz əkizlər bürcləri, may ayına baxanda mayın ilk 15 gününün əsaslı gündəmi iş həyatı, sağlamlıq, günlük rutinlər ya da ev heyvanları olacaq. Ola bilər ki, may ayının ilk 15 günü, aprelin sonu, mayın ilk yarısında işinizə çox yönələsiniz ya da diyet, qidalanma, sağlamlıq kimi mövzulara yönələsiniz. İnşallah ki, sağlamlığa yönəlməzsiniz. Ki, sağlamlıqla əlaqədar olsa, yəqin ki, fəsil dəyişikliyinə görə qrip falan da ola bilərsiniz həyatda. Lakin genel olaraq mayın ilk 15 günü sizin üçün bu mövzuları gündəmə gətirir və bu mövzularla bağlı tamamlanma gətirir. Bəziləriniz iş yerinizdə də dəyişim yaşaya bilərsiniz. Bundan əlavə olaraq may ayında Merkuri 12-ci evinizə keçir. Bu da deməkdir ki, ruhani spiritual mövzulara çox yönələcəksiniz. Mayın totalında, ümumi bütün may ayında ayın 16-sı baş verən yeni ayın çox güclü təsirini yaşayacaqsınız. Bu da deməkdir ki, may ayı sizin üçün genel mənada spiritualizm, enerji, şüuraltı, şəfalanma, ruhani mövzular, qaranlıqda qalan məqamlar, öz qaranlığınızla üzləşmə, karmik mövzular, keçmişlə bağlı tamamlanmayan mövzular kimi olacaq. May ayı sizin üçün biraz retro, ruhani, mənəvi və qarışıq bir aydır. Lakin əgər yaxşı istifadə etsəz buradakı enerjiləri, may ayından böyük bir şəfalanma ilə və mənəvi böyümə ilə çıxarsınız və bu sizə çox böyük bir qatqıda da buluna bilər.
bilər. May ayının 17-sində Sən Merkurinin birinci evinizə keçməyi ilə bir yerdə əsaslı olaraq həyatınız çox hərəkətlənir və mayın 17-sindən sonra çox sosialsınız. Mayın ilk vaxtları biraz daha içə qapanıq ola bilər və ya biraz daha özünüzlə zaman keçirmək istəyə bilərsiniz. Lakin mayın 17-sindən sonra genel olaraq çox sosial dönəmə girəcəksiniz. Mayın 18-dən sonrasa Marsın 12-ci evinizə keçməyi ilə bir yerdə yenə spiritual, ruhani, mənəvi mövzulara yönələcək, gizli düşmənlərlə bağlı mövzularla bəlkə biraz əyləşib vuruşa bilərsiniz. Mayın 18-dən sonra özünüzü energetik olaraq yaxşı bir qorumaya almalısınız. Çünki müəyyən qədər göz, nəzər, neqativ enerjiyə meyillisiniz. Düz iyun ayının axırına qədər. Ona görə də qəşəngcə özünüzü ruhani olaraq qoruyun mayın 18-dən sonra. Mayın 9-sa Venera 2-ci evinizə keçir, bərəkətli bir dönəmə girirsiniz. Bolluğunuz və bərəkətinizdə ciddi bir artış yaşaya bilərsiniz. Pul sizə rahatlıqla axa bilər, ya da özünüzə daha çox dəyər verə bilər, maddiyyatın keyfini çıxarda bilərsiniz mayın 9-dan sonra. Mayın 21-i Günəşin birinci evinizə keçməyi ilə bir yerdə sizin dönəminiz başlayır. İşıldayırsınız, parıldayırsınız. Hər il əkizlər bürcü eyni vaxtda girmir. Məsələn, elə illər var ki, ayın 20-si girir əkizlər bürcü. 2026-cı ildə isə əkizlər bürcü ayın 21-i girəcək. Bu da deməkdir ki, 21-dən etibarən parıldayıb işıldayırsınız və üzərinizdəki o depressiv qaranlıq enerjini də atırsınız. Mayın 31 isə 7-ci evinizdə olacaq olan dolunay, mayın sonu, iyunun əvvəllərinin əsaslı fokusunun ciddi münasibət, ikili münasibət, ilişkilər, evlilik və ya ortalıq işlər kimi mövzular olacağına, fokusunuzu münasibətlərə verəcəyinizi və bu mövzularla bağlı yarım qalan nələrsə varsa, bəlkə də bunların da tamamlana biləcəyini bizə göstərir əziz əkizlər bürcləri. Sırf öz bürcü əkizlər olanlar, sizə də demək istədiyim bəzi şeylər var. Sırf öz bürcü əkizlər olanlar, may ayı sizin qaranlıqdan işığa keçdiyiniz dönəmdir. May ayı sizin üçün asan olmayacaq. Bəzi qəlb qırıqlıqları, incəliklər və ya küskünlüklər gündəmə gələ bilər. Qaranlıqda qalan mövzular gün üzünə çıxacaq və böyük üzləşmələr yaşanacaq. Bu üzləşmələrlə bir yerdə çox böyük dərin transformasiya yaşayacaqsınız. Sizi biraz yora bilər, incidə bilər. Zaten may ayı sizin emosional həssas ola biləcəyiniz bir aydır. Lakin bu, belə deyək də, nədirsə güclü üzləşmə yaşayacaqsınız və bəlkə də siz şəfanı seçsəz, çox dərindən şəfalanacaqsınız. Biraz yorucu bir aydır, amma siz bunu həll edərsiniz. Çünki siz bir əkizlər bölürsünüz. Yəni fikriniz onsuz da tez dağılır. Buna ölənə qədər fikrinizi verməzsiniz yəqin ki. Ən yüksək xeyrinizə xidmət eləsin əkizlər. Videomu bəyənirsə bəyənməyi, komment yazmağı və ya digər əkizlər bürcülərindən bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz xərçənglər, vaxtında yüksələn bürcü xərçəng olanlar. Gəlin görək may ayında sizin nələr gözləyir. Əziz xərçəng bürcüləri, aprelin sonu, mayın əvvəlləri, xüsusən də mayın ilk 15 günlük perioda həyatınızda əsaslı olaraq eşq, sevgi, uşaqlar, flört, hobilər kimi mövzulara yönələcəyiniz bizə göstərir. Baş verəcək olan dolunay sizi əsaslı olaraq eşqə yönləndirə bilər. Subaysızsa həyatınıza flörtlər girə bilər, sevgilər girə bilər, seksuallıq girə bilər. Bununla yanaşı həyatınızda əylənəcəyiniz, hobilərinizlə, maraq duyduğunuz şeylərlə zaman keçirəcəyiniz bir ərəfə olacaq. Əgər evlisinizsə uşaqlarınıza yönələ bilər, yenə hobilərinizə yönələ bilərsiniz. Bilirəm ki, sosial, əyləncəli və maraqlı bir dönəmə girirsiniz may ayında. Əziz xərçəng bürcüləri. Bununla yanaşı may ayında Merkuri də ayın 3-ü 11-ci evinizə keçir. Mayın 3-ündən sonrası da çox sosial, yerinizdə durmayacağınız, hədəfləriniz və dostlarınızla bol-bol zaman ayıra biləcəyiniz, beyninizin çox sosial və aktiv işləyəcəyi maraqlı bir dönəmdəsiz. Mayın 16-sı 11-ci evinizdə o baş verəcək olan bir yeni ay bütün may ayında əsaslı fokusunuzun hədəfləriniz, arzularınız və dostluqlarınız olacağını bizə göstərir. Böyük hədəflərinizə, böyük arzularınıza doğru irəliyə bilər, yeni qapılar aça bilərsiniz ya da yeni qapılar açıla bilər. Həyatınıza yepyeni dostluqlar, yeni sosial dəyişimlər girə bilər. Dostluqlarınız may ayının ən əsaslı məqamlarıdır. May ayının 17-sində sən Merkuri 12-ci evinizə keçir. Ruhani, mənəvi mövzulara yönələ bilər. Öz şüur altınıza doğru inə bilərsiniz. Mayın 18-i Marsın 11-ci evinizə keçməyi ilə birlikdə dostluqlarınızla bağlı müəyyən qədər gərginliklər də gündəmə gələ bilər. Hədəflərinizə gedərkən öz gücünüzü və enerjinizi güclü bir şəkildə ortaya qoyub xəyallarınıza doğru irəliləyəcəksiniz. Mayın 19-u Veneranın 1-ci evinə keçməyi ilə bir yerdə prime dönəminizə girirsiniz. Mayın 19-undan sonrası pul və eşqdən yana çox şanslıdır. Maddi enerjinizdə çox ciddi bir artış yaşana bilər. Bundan yanaşı sevgi həyatınızda rənglənə canlana bilər. Özünüzü çox daha qəşəng hiss edə bilər və həqiqətən çox daha qəşəng görsənə bilərsiniz. May ayının 31-də 6-cı evinizdə baş verəcək olan dolunay, mayın sonları, iyunun əvvəllərinin əsaslı mövzularının iş həyatı, sağlamlıq, günlük rutinlər, diyet, qidalanma və ya ev heyvanları kimi mövzuları olacağını, bu mövzularla bağlı bir tamamlanmalar yaşana biləcəyini göstərir. Bu da bəzilərinizdə iş dəyişikliyi və ya fəsilə görə bəlkə qrip olmaq, bu tərz mövzuları
gündəmə gətirə bilər. Ümumilikdə may ayı sizin üçün maraqlı, əyləncəli və sosial və bəlkə də sevgi dolu, eşq dolu, belə bayağı belə canlı, güclü, gözəl, xeyirli kimi görsənir əziz xərçənglər. Sırf öz bürcü xərçəng olanlar sizə də demək istədiyim bəzi şeylər var. May ayında bir şeyləri geridə qoyacaqsınız. Bu bir şeylərin Şirbuğa, Əqrəb ya da Dolça bürcü ilə müəyyən qədər əlaqəsi ola bilər. Ya da bu bürclərin əlaqəsi olmasa belə çox güclü bir şəkildə bir şeyi özünüz öz rızanızla geridə qoyursunuz. Həyatınızla bağlı böyük bir tamamlanma yaşanır və may ayı çox böyük bir xoşbəxtlik gətirir. Bəzi şeyləri geridə qoymaq bəzən kədərli və üzüntülü kimi görsənə bilər, amma hələ bir xərçəng bürcü üçün ekstra belə görsənə bilər. Amma sizin üçün belə olmayacaq, çünki çox şən və çox xeyirli bir geridə qoyuş yaşayırsınız. Geridə qoyacağınız şey bir dostunuz, bir sevgiliniz, bir iş yeri, bir ölkə, bir şəhər, nəsə bir şeylər ola bilər. Lakin bu şey həyatınıza böyük bir xoşbəxtçilik və tamamlanma gətirəcək. May ayı sizin üçün çox şanslı, çox uğurlu və dəyişim, gözəl mənada dəyişim gətirə biləcək. Çox iddialı bir aydır. Videomu bəyənirsə bəyənməyi, komment yazmağı və digər bürclərlə də bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz şirlər və xüsusən yüksələn bürcü şir olanlar, gəlin görək may ayında sizi nələr gözləyir. Əziz şirlər, may ayının, aprelin sonları, may ayının ilk 15 günü həyatınızın əsaslı fokusu ailə, ev, yuva mövzularıdır. 4-cü evinizdə baş verəcək olan dolunay ailəyə, evə və yuvaya sizi yönləndirəcək. Evlə bağlı, ailə ilə bağlı, yuva ilə bağlı tamamlanmalı olan bəzi şeylər tamamlana bilər. Bəziləriniz köçə bilərsiniz, bəziləriniz evdəki məsələləri, problemləri həll edə bilər və yəni ümumiyyətlə ev, ailə, yuva mövzularına ciddi bir şəkildə fokuslana bilərsiniz. Əziz şirlər, ayın 3 sən Merkur 10-cu evinizə keçir, beyniniz, fokusunuz, ümumiyyətlə ağlınız, zəkanız karyeraya işləyir və mayın 16-sı sizin karyera evinizdə böyük bir yeni ay baş verəcək və bu bütün may ayına təsir edir. Yəni bütün may ayının əsaslı fokusu karyeradır. İş, karyera, status və gücünü ortaya qoyma, özünü gerçəkləşdirmə kimi mövzular may ayınızın bir nömrəli gündəmidir. 10-cu evinizdə olacaq olan yeni ay, yeni bir işə başlama, iş həyatında bir dəyişiklik yaşama və ya genel olaraq statusunuzla bağlı yeni bir başlanğıc və ya karyeranın gündəmi olaraq özünü təzahür edə bilər. May ayının 17-si Merkurin 11-ci evinizə keçməyi ilə birlikdə sosial əyləncəli və maraqlı bir dönəmə girirsiniz. Dostlarınızla bol-bol zaman keçirdə bilər, əylənə bilər. Yəni gözəl sosial zamanlar keçirilə bilər və ya hədəflərinizə yönələ bilərsiniz. Mayın 18-i Marsın 10-cu evinizə keçməyi ilə birlikdə karyeraya daha da çox fokusunuzu verirsiniz və bəlkə də biraz karyera ilə bağlı dava-dalaş, gərginlik və ya mübarizələr verə bilərsiniz. Mayın 19-u Veneranın 12-ci evinizə keçməyi, mayın 19-undan sonra sevgidən yana çox da şanslı olmadığınızı, ehtiyat etməli olduğunuzu bizə göstərir. Eşq, sevgi mövzuları mayın 19-undan etibarən çox da bomba deyil. Sevgiyə və pul mövzularına biraz ehtiyatlı yanaşın. Keçmişdən insanlar və ya yanlış sevgilər, yanlış pulu yanlış yerlərə xərcləmə və ya yatırma kimi mövzulara qarşı diqqətli olmalısınız. Mayın 31-i isə 5-ci evinizdə baş verəcək olan dolunay, mayın sonları və iyun ayının əvvəllərində əsaslı fokusunuzun sevgi, eşq, flörtlər və ya uşaqlar ola biləcəyini göstərir. Bol-bol həyatınıza eşq girə bilər, evli deyilsinizsə, evlisinizsə uşaqlarınızdan zaman keçirdə bilərsiniz və ya hobilərinizə yönələ bilərsiniz, əylənə bilərsiniz. Yəni mayın sonu, iyunun əvvəli əylənəcəyiniz, həyat enerjinizin yüksələcəyi maraqlı bir dönəmdir. Sadəcə istərseniz Vener 12-dədir deyə, yəni çox da abartmayın. Bədxərcliyə qarşı da ehtiyatlı olun. Zaten çox meyillisiniz bədxərcliyə. Biraz ehtiyatlı olsanız yaxşı olar. Əziz şirlər, may ayı sizin üçün maraqlı, karyera yönümlü, hədəf yönümlü və yeri gələndə ailə mövzularında toxunan və sonlarına doğru da sevgi, eşqlə çiçəklənən bir ay kimi görsənir. Sırf öz bürcü şir olanlar, sizə də demək istədiyim bəzi sözlərim var. Sırf öz bürcü şir olanlar eşq, yəni çox bəzilərinizə elçi gələ bilər, bəzilərinizə sevgi həyatı çox canlana bilər, həyatınıza istədiyiniz kimi bir eşq girə bilər. Bu tərz mövzular gündəmdə. Amma ona baxmayaraq biraz zaman-zaman may ayında özünüzü tək və yalnız hiss edəcəyinizi də görürəm. Hansısa bir önəmli kişi fiquru, ata ya da avtoritet bir kişi fiquru da may ayının əsaslı gündəmlərindən biridir və bu insan bəlkə müəyyən qədər mübarizələrdə bu insanla bağlı ola bilər. İntuisiyanız çox güclü olacaq, altıncı hissləriniz güclü olacaq. Enerji ilə, yəni enerjiniz qüvvətli işləyəcək. Əziz şirlər və yüksələn şirlər, videomu bəyənirsə bəyənməyi, komment yazmağı və digər şirlərdən bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz qız bürcüləri və xüsusən yüksələn bürcü qız olanlar, gəlin görək may ayında sizi nələr gözləyir. Əziz qız bürcüləri, may ayının ilk 15 günü və aprelin sonları, mayın ilk 15 günü həyatınızın əsaslı fokusu yaxın çevrəniz, qohum əqrəbələr, qonşular, yeni biliklər öyrənmə, özünü inkişaf elətdirmə,
və ya yaxın yol səyahətləri ola bilər. Bu mövzular may ayınızın əsaslı gündəmidir. Bundan yanaşı may ayının 3-ü Merkurinin 9-cu evinizə keçməyi və mayın 16-sı da 9-cu evinizdə baş verəcək yeni ay ümumiyyətlə may ayının əsas gündəminiz sizin üçün xaricə getmək, səyahət etmək, gəzmək, yeni yerlər görmək, dini, akademik, mənəvi mövzularda inkişaf etmək kimi özünü göstərə bilər. Bəziləriniz yeni təhsilə başlayacaqsınız, bəziləriniz təhsil mövzusunda şəffaflama ya da dəyişmə yaşayacaqsınız, bəziləriniz xaricə gedəcəksiniz, gəzəcəksiniz, səyahət edəcəksiniz, bəziləriniz həyata baxışınızla bağlı öz fəlsəfənizdə bəzi şeyləri dəyişdirəcəksiniz və ya dini, mənəvi, ruhani mövzularla bağlı bir şeylər ola bilər. May ayının 17-sində isə Merkurin 10-cu evinizə keçməklə bir yerdə əsaslı fokusunuz karyer olmağa başlayacaq. Mayın 17-sindən sonra iş, güc, karyera və ya statusunuzda beyninizi daha yaxşı işlədə bilərsiniz. Mayın 18-dən sonra Mars da 9-cu evinizə keçir. Bu deməkdir ki, səyahətlər mövzusunda əgər xaricə və s. getsəz, mayın 18-dən sonra bir damcı diqqətli olmağınızda fayda var. Xarici din, təhsil, səyahət, fəlsəfə kimi mövzularla bağlı biraz mübarizələr, zorluqlar və ya çətinliklərə yüngüldən meyillisiniz. 19-sa Veneranın 11-ci evinizə keçməklə bir yerdə ümidləriniz, arzularınız, xəyallarınızla bağlı qapılar açıla bilər. Şans qapısı ya da şans enerjisi sizlə bir yerdə ola bilər. Gözləmədiyiniz şanslar belə gəlib sizi tapa bilər. Sosial olaraq həyatınız rənglənə bilər. Daha sosial bir dönəmə girə bilərsiniz. Mayın 31-i 4-cü evinizdə olacaq olan dolunay, mayın sonları, iyunun əvvəllərində bəzilərinizin köçməyinə, bəzilərinizin evlə bağlı bir şeyləri tamamlamağınıza ya da ev, ailə, yuva kimi mövzularla bağlı tamamlanma yaşamağınıza, ev, ailə, yuva kimi mövzuların genel olaraq gündəmə gəlməyinə səbəb verə bilər. Mayın bəzi zamanları çox yüksək və enerjili hiss edərkən, bəzi zamanlar isə biraz daha aşağı enerjili hiss etməyiniz olduqca normaldır. Sırf özbürcə qız olanlar sizə də demək istədiyim bəzi sözlərim var. Sırf özbürcə qız olanlar may ayında genel olaraq maddi mövzulara çox yönələcəyinizə və materializmin, pulun sizin əsası gündəminizdə olacağını, pulla bağlı bir tamamlanmalar yaşaya biləcəyinizi, pulla bağlı bir irəliləmə enerjisi daşıyacağınızı, gücün, enerjinin sizlə bir yerdə olacağını, bir dənə qadından bəlkə dəstək alacağınızı, bu qadının pula, maddiyata çox yönəlik bir qadın ola biləcəyini bizə göstərir enerjilər. Bu qadın buğovla qız burcu ola bilər, iş həyatından bir qadın ola bilər ya da sadəcə pula, maddiyata çox önəm verən bir qadın ola bilər, hansı ki, bu qadından bağlı gözəl bir dəstək alma, şans alma ya da nərəzi gözəl bir şeylər yaşamaq. Pul, iş, maddiyatın çox gündəmdə olduğu və xoşbəxtliyin tamamlanmanın və müjdələrin də sizlə bir yerdə olduğu may ayı ən yüksək xeyrinizə xidmət eləsin. Videomu bəyəndisə bəyənməyi, dostlarınızla bölüşməyi və ya fikirlərinizi komment olaraq yazmağı unutmayın. Sevgi və işıqla qalın. Əziz tərəzilər və xüsusən yüksələn bürcü tərəzi olanlar, gəlin görək may ayını sizi nələr gözləyir. Əziz tərəzi bürcüləri, may ayının gündəmi, ümumiyyətlə aprelin sonu və may ayının ilk 15 gününün gündəmi sizin üçün puldur. Pul, maddiyyat mövzularından bağlı bir tamamlanmalar yaşaya bilərsiniz. Maddi mövzular və özünüzə verdiyiniz dəyər mövzuları may ayının bir nömrəli mövzularından biridir. Bundan əlavə olaraq həmin ərəfələrdə gözlədiyiniz pullar sizə gələ bilər və ya xəritənizdə sərt təsirlər varsa pul çıxmağı da ola bilər. İndi bu sizin doğum xəritənizdən asılıdır. Lakin ümumilikdə deyə bilərəm ki, maddiyyat və özünüzə verdiyiniz dəyər, pul mövzuları mayın gündəmidir və bir çoxunuz üçün bu olduqca bərəkətli ola bilər və ya bir problemli bir şey tamamlana bilər. May ayının 3-ündə isə 8-ci evinizə keçəcək olan Merkuri artıq mayın digər əsas böyük gündəmini gətirir. May ayının 16-sı da 8-ci evinizdə bir yeni ay olacaq. May ayında əsaslı olaraq enerji, ruhani mövzular, sihir, rituallar, bu tərz mövzulara bol-bol yönələ bilərsiniz. Bundan əlavə olaraq borc, kredit kimi mövzular gündəmə gələ bilər. Bəziləriniz yeni borca girə bilərsiniz, ona görə ehtiyatlı olun. Çalışın ki, sizi çətinliyə çəkəcək borca girməyin, tam tərsinə borclarınızı bağlayın. Bundan yanaşı ortalıq işdən gələn qazanclar varsa bu mövzularda artış və ya dəyişim ola bilər. Bəziləriniz üçün həyat yoldaşının maddi durumu ilə bağlı yeni bir başlanğıc və ya dəyişimlər ola bilər. Bundan əlavə cinsəllik, seks kimi mövzularda may ayının əsaslı gündəmi ola bilər və enerjilər çox canlı və yüksək ola bilər. Bundan əlavə olaraq mayın 17-si Merkurin 9-cu evinizə keçməklə birlikdə xaricə getmək, yeni yerlər görmək, gəzmək, səyahətlər etməkdən gündəmdir. Mayın 18-i Marsın 8-ci evinizə keçməyi var. Belə ki, Marsın 8-ci evinizə keçməyi maraqlı bir mövzudur. Biraz təhlükəlidir. Təhlükəsi nədir? Obsessiya, takıntılı olmaq, qısqanclıq, ehtiras və seks mövzularında ekstra zirvə bir enerji ortaya qoyur. Ya da travmalar. Bu mövzulara çox toxuna bilir ya da bu mövzuları gündəmə gətirə bilir. Ona görə yüngüldən hərarətli və biraz təhlükəli qəbul edədiyiniz bir dönəmdir. Bundan əlavə olaraq borca girsəz çox çətinlik çəkərsiniz, problem yaranar ya da borca görə, kreditə görə əziyyət çəkməli ola bilərsiniz. Ona görə də çalışın ki,
Mayın 18-dən sonra ekstra ehtiyatlı olun. Pozitiv tərəfləri nədir? Elədiyiniz rituallar tak deyə tutur. Seks həyatınız dəhşətli dərəcədə canlı və ehtiraslı olur. Bununla yanaşı öz gücünüz yüksəlir və daxili dərin transformasiya yaşayırsınız. İşte pozitivləri, negativləri ilə sizə dedim nələr ola bilər və bu enerji başlayır mayın 18-i iyunun axırına qədər də davam edəcək. Biraz ehtiyatlı. Amma həm də keyfini də çıxarda bilərsiniz. May ayının 19-sa Venera 10-cu evinizə keçir. Karyeradan yana çox şanslı bir dönəmə girirsiniz. İş həyatından, karyeradan yana fürsətlər və şanslar sizlə bir yerdə ola bilər. Cəmiyyət içində çox daha qəşəng görsənə bilərsiniz. Ekstra bir parıldaya bilərsiniz. Və ya qadınlardan, karyerada qadınlardan ya da statusla bağlı qadınlardan yana dəstəklər ala bilərsiniz. Mayın sonları, iyunun əvvəllərində isə mayın 31-i baş verici olan 3-cü evinizdəki dolunay gündəmə gələcək. Bu deməkdir ki, mayın sonları, iyunun əvvəlləri yaxın yol səyahətləri ola bilər və ya qohum-əqrəbə, qonşular, qardaş-bacı kimi mövzular gündəmə gələ bilər. Bu mövzularla bağlı nələrsə tamamlana bilər və ya yeni bir şeylər öyrənə bilərsiniz, özünüzü inkişaf elətdirə bilərsiniz, biliklərinizdə dərinləşə bilərsiniz. Uzun sözün qısası, may ayı maraqlı, rəngli, əyləncəli, karyera, gəzmək və ya cinsəllik odaqlı bir ay olacaq. Ən yüksək xeyrinizə xidmət etsin. İndi sırf öz bürcü tərəzi olanlar sizə də demək istədiyim bəzi şeylərim var. Sırf öz bürcü tərəzi olanlar may ayında pul əsaslı gündəminizdə, maddiyyatla bağlı gözlədiyiniz ya da gözləmədiyiniz pullar sizə gələ bilər. Bir qadından yana çox güclü dəstək ala bilərsiniz. Kollektiv işləriniz varsa, bu iş yerlərində bir qadından yana ekstra dəstək ala bilərsiniz. İş həyatında uğurlar, yüksəliş, irəliləmə kimi şeylər ola bilər. Eyni anda həm karyeraya, həm pula ya da birdən çox mövzuya eyni anda yönələ bilər və müəyyən bir balans yarada bilərsiniz. Yəni sizin üçün olduqca material və iş mərkəzli bir ay olacaq kimi görsənir. Əziz tərəzilər, videomu bəyənirsə bəyənməyi, komment yazmağı və ya digər tərəzilərlə bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz əqrəblər və xüsusən yüksələn bürcü əqrəb olanlar, gəlin görək may ayında sizi nələr gözləyir. Əziz əqrəb bürcüləri, may ayına baxdığım zaman mayın elə biri sizin öz bürcünüzdə bir dolunay baş verir. Bu deməkdir ki, aprelin sonu və mayın ilk 15 günündə əsaslı gündəminiz, özünüz, görünüşünüz, xarici görünüşünüzlə bağlı bir şeyləri dəyişdirmə və ya tamamlama və ya hədəfləriniz, arzularınız da ola bilər. Aprelin sonları, mayın ilk 15 günündə bir xarici görünüşünüzlə bağlı nələrsə dəyişdirə bilər, yeni şeylər ala bilərsiniz, bəzənsə estetik mövzulara girişə bilərsiniz. Yəni bunlar sizin may ayınızın əsaslı gündəmi olacağı oxşayır. Bununla yanaşı may ayında biraz daha duygusal, spiritual olaraq güclü və mənəvi enerjisi yüksək hiss edə bilərsiniz. Əziz əqrəblər, may ayında mayın ilk 18 günü enerjiniz daha yüksək olacaq. Digər ikinci qalan günlərində isə biraz daha enerjiniz aşağı ola bilər. Amma mayın ilk 18 günü çox daha şanslı və güclü bir enerjini daşıyırsınız. Çünki sizi idarə edən planet Mars Qoç bürcündədir, ən güclü pozisiyasındadır. Ona görə də sizin də bir enerjiniz yüksəlir. Sözünüzü üzə deyən cəsarətli və ekstra həyatda ola bilərsiniz. Mayın digər ən böyük gündəmi isə ayın 16-sı baş verəcək olan yeni aydır. Belə ki, sizin 7-ci evinizdə nur topu kimi bir yeni ay olacaq. Bu da deməkdir ki, may ayında əsas digər fokusumuz, böyük fokusumuz sevgi, eşq, ciddi münasibət, evlilik və ya ortaqlıq işlər olacaq. Hər cür münasibət gündəmə gələ bilər və bu münasibətlə bağlı yeni bir başlanğıc və ya dəyişim yaşaya bilərsiniz. Subayların həyatına biri girə bilər, evlilərin həyatında dəyişim yaşana bilər. Amma əsaslı olaraq may ayında münasibətlərə, evliliyə və ya ortaqlıq işlərə və ya hər cür münasibətə yönələ biləcəyinizi demək mümkündür və yeni başlanğıclar da ola bilər. Bundan əlavə olaraq mayın 18-i görürəm ki, Mars 7-ci evinizə keçir. Bu da deməkdir ki, evlilik və ciddi münasibətlərdən yana ya da ortaq işlərdən yana biraz mübarizələr vermə, savaşma və ya açıq düşmənliklərlə bağlı müəyyən qədər savaşmaq və ya mübarizə vermək özünü göstərə bilər mayın 18-dən sonra iyunun sonuna qədər. Bundan əlavə mayın 19-u Venera 9-cu evinizə keçir. Mayın 9-dan sonra gedib xaricə gəzə bilərsiniz. Belə deyək, gün açkiləri ilə şəkillər çəkdirə bilər və ya fərqli yerlərdə gözəl səyahətlər edə bilərsiniz. Ayın 19-dan sonra, mayın 19-dan sonra xaricə getmək, dini mövzular, mənəvi mövzular, bundan əlavə akademik mövzular, təhsil məqamları və ya fəlsəfik mövzulardan yana çox şanslısınız və çox gözəl, çox şanslı bir dönəmə girirsiniz. Ən elə beləsindən həyat fəlsəfənizi dəyişdirib gözəl bir, rahat bir beyinə keçə bilərsiniz ki, bu da elə belə bir şey deyil. Ən
belə ekstremindənsə təhsildən yana böyük şanslar və ya xaricə gedib, gəzib, yeni yerlər görüb, səyahət edib ki, həyatınızda keyfini çıxarda bilərsiniz. Mayın 21-dən bəri Günəşdə 21-dən sonra Günəşdə sizin 8-ci evinizə keçir. Əqrəb enerjiniz oyanır və mayın sonları, aprelin əvvəlləri genel olaraq həyatınızın əsas fokusu puldur. Mayın sonlarından iyunun əvvəllərindən etibarən pula, maddiyyata yönələ bilərsiniz. Pulla, maddiyyatla bağlı tamamlanmayan, yarım qalmış bir şeylər varsa bunları tamamlaya bilər. Özünüzə verdiyiniz dəyər və pul mövzularına fokuslana bilər və pulla bağlı nələrsə gələ bilər ya da bir şeylər həyatınızda hərəkətlənə bilər. Əziz sırf öz bürcü əqrəb olanlar, sizə də demək istədiyim bəzi sözlərim var. Əqrəblərin may ayında genel olaraq tamamlanmalı, xoşbəxt, əyləncəli, neşəli, şən enerjilər var. Amma bu tam olaraq hər anında belə deyil. May ayının bir dönəmində hər hansı bir kişi ilə bağlı, bu kişi şirqo çox atan bürcü ola bilər ya da həyat enerjisi yüksək, canlı, coşqulu, pozitiv bir kişi ilə bağlı yüngül bir drama və kədər yaşana bilər. Həyatınızdakı güclü bir kişi fiquru, bürcü dediklərimdən biri ola bilər, olmaya da bilər, amma xarakteri güclü, dominant sözünü deyən avtoritet bir xarakterlə bağlı yüngül bir kədər, biraz üzüntü yaşaya bilərsiniz. Lakin çıxış yolu çox yaxında olacaq. Sadəcə üzünüzü çevirib çıxış yoluna baxmağımız kifayətdir. Əslində həll yolu və ya bir şeyin şəfalanmağı, həll olmağı olduqca da yaxınınızda olacaq. Əziz əqrəblər, videomu bəyəndisə bəyənməyi, komment yazmağı və digər bürclərlə də ya da öz bürcünüzdən bölüşməyi unutmayın. Sizə işıqla qalın. Əziz ox atanlar, vaxtında yüksələn bürcü ox atan olanlar, gəlin görək may ayında sizi nələr gözləyir. Əziz ox atan bürcləri, may ayına baxdığımız zaman mayın ilk 15 günü və aprelin sonlarından mayın ilk 15 gününə qədər olan dönəmdə əsas gündəminiz spirituallıq, mənəviyyat, şuuraltı, enerji, şəfa, gizli qalmış mövzuların ortaya çıxmağı, karmaların təzahür eləməyi, bağlı məqamların açılmağı, özünüzlə üzləşmələr, şəfalanmalar, gizli düşmənliklərlə bağlı tamamlanmalar ola bilər. Ruhani və mənəvi enerji dəhşət yüksək olacaq. Biraz içə qapanıq, duyğusal və həssas, emosional hiss eləməyiniz də gözlənilən və normal bir olaydı bu göy hadisəsi ilə bir yerdə. Bundan əlavə olaraq may ayının 16-sındasa 6-cı evinizdə güclü bir yeni ay var. Həm də Merkur 6-cı evinizə keçir və s. və s. Bu deməkdir ki, may ayının əsas gündəmi sizin üçün iş həyatı, sağlamlıq, günlük rutinlər, ev heyvanı, diyet, qidalanma kimi mövzular ola bilər. Bəziləriniz iş dəyişə bilər, iş həyatına yeni bir başlanğıca başlaya bilərsiniz ya da iş həyatı genel olaraq hərarətli bir şəkildə gündəmə gələ bilər. Bundan əlavə mayın 18-i Mars 6-cı evinizə keçir. Bu qızdırmaya və ya yüngül sağlamlıq problemlərinə səbəb verə bilər. Belaltı orqanlar, həzm sistemi ilə bağlı və ya ümumiyyətlə əzələ ağrısı ən çox da ehtimal qızdırmadır. Ona görə də mayın 18-dən sonra sağlamlığınıza qarşı, ümumi olaraq sağlamlığınıza qarşı ehtiyatlı olmalısınız, risklərə girməməlisiniz. Ev heyvanlarınıza qarşı, əgər varsa ev heyvanınız, onlar qarşı da ehtiyatlı olun, onlarla bağlı risklərə girməyin. Mayın 19-unda Veneranın 8-ci evinizə keçəcəyini görürəm. Bu arada mayın 18-dən sonra işləyirsə, iş yerinizdə biraz dava-dalaş da ola bilər. Düz iyunun sonuna qədər, ona görə ehtiyatlı. Mayın 19-u Venera 8-ci evinizə keçir. Deyəcəksiniz ki, bunun ağzı yaxşı bir şey danışmadı. İndi nə edək? Yalan mı danışım sizə, nə varsa onu deməliyik də. Mayın 19-u Venera 8-ci evinizə keçəndə yaxşı şey nədir? Borcunuz, kreditiniz varsa tamamlanma ola bilər, gözəl şeylər ola bilər. Həyat yoldaşınız pul qazanırsa pulu arta bilər. Ortaqlı işiniz varsa qazancınız arta bilər. Başqa yerdən sizə pullar gələ bilər. Seksual enerjiniz, ehtiras, seks enerjiniz zirvəyə qalxa bilər. Dualarınız tez qəbul ola bilər. Ruhani praktikalar yaxşı işləyə bilər. Bunlar qəşəng tərəfləridir. Neqativ tərəfi nədir? Sevgi və eşq həyatında xaoslar, krizlər və gərginliklər yaşaya bilərsiniz. Əslində yaxşısı pisindən daha çox oymuş, indi fikir verdim. Mayın 31-i isə, mayın son günlərindəsə və iyunun ilk günlərindəsə birinci evinizdə güclü bir dolunay olur. Güclü olub-olmadığını bilmirəm açığı, amma dolunay olur və bu da əsaslı olaraq sizə və görünüşünüzə təsir edəcək. Özünüzlə, görünüşünüzlə bağlı bir dəyişim yaşaya bilərsiniz və ya ümumiyyətlə həyatınızda, özünüzdə, görünüşünüzdə, qərarlarınızla bağlı dəyişimlər yaşaya bilərsiniz. Əsaslı fokus elə siz özünüz olacaqsınız, çünki sizin öz bürcünüzdə olur və bu da sizi dəyişdirə bilər. Pis, negativ mənada yox, sadəcə dəyişdirə bilər. Yəni, bəziləriniz estetik əməliyyat ya da nə bilim, saç kəsdirmək, yeni paltarlar almaq, yeni tərzə keçmək və s. özünü göstərə bilər, əziz oxutanlar. Sırf öz bürcü oxutan olanlar, sizə demək istədiyim bəzi sözlərim var. Əziz oxutanlar, verdiyiniz zəhmətin qarşılığını almadığınız məqamlarla bağlı böyük bir üzləşmə yaşayacaqsınız. Yəni, başa düşəcəksiniz ki, bəzi şeylərə zəhmət vermənin bir mənası yoxdur və bəzi şeylərdə, bilirsiniz necədir, önəmli bir dönəmə girir sizə, amma belə
üzləşmə olaraq önəmlidir, şuuraltı olaraq önəmlidir. Hadisə olaraq deyə bilmərəm, amma daxili dünya olaraq önəmli bir dönəmə girirsiniz. Yəni başa düşəcəksiniz də, başa düşəcəksiniz ki, filan kəsə, filan şeyə ya da bəhmən şeyə zəhmət çəkməyimin mənası yoxdur, çünki qarşılığını almıram. Yəni və gözünüz açılacaq, illüziyalardan oyanacaqsınız. Özünüzü bəlkə məsələn problemli bir münasibətdə ya da problemli bir işdə heç də olmaz, yaxşı olar deyə bəlkə özünüzü aldatmısınız və bununla bağlı tak deyə bir üzləşmə yaşayacaqsınız, gözünüz açılacaq və başa düşəcəksiniz ki, enerjinizi sizə nəticə verməyəcək şeylərə verməyin bir mənası yoxdur. Ondan sonra enerjinizi sizə xeyir verə biləcək şeylərə yönləndirə bilərsiniz. Əziz oxutanlar, videomu bəyəndisə bəyənməyi, komment yazmağı və digər oxutanlarla və ya digər bürclərlə bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz oğlaqlar və xüsusən də yüksələn bürcü oğlaq olanlar, gəlin görək sizi may ayında nələr gözləyir. Əziz oğlaq bürcləri, mayın əvvəlləri və ümumiyyətlə aprelin sonu, mayın əvvəlləri ilk 15 gününün enerjisi sizin üçün gözəl, xeyirli və müjdəli enerjilərdir. Belə ki, 11-ci evinizdə nur top kimi bir dolunayımız var. Bu deməkdir ki, dostluqlar, hədəflər, arzular, xəyallar kimi mövzular gündəmdir. Siz də zaten həyatda ən önəm verdiyiniz şey hədəfləriniz, arzularınız, işiniz, gücünüz olduğu üçün, yəni qalan hər şey ikinci dərəcəli olduğu üçün sizin üçün çox gözəl və önəmlidir. Hədəflərinizə yönələ bilərsiniz, arzularınıza doğru gedərkən qapılar açıla bilər, xəyallarınız, arzularınızla bağlı bir çox şey təzahür edə bilər, özünü gerçəkləşdirə bilər. Ümumiyyətlə, mayın ilk 15 günü sizin üçün çox gözəl, çox müjdəlidir. Amma bəzi problemli dostluqlarınız bitə bilər və həyatınızdan çıxa bilər. Yəni, nə sizə xidmət edir, hansı xəyallarınız, arzularınız xidmət edir, hansı xidmət edəmir, bunlarla bağlı üzləşmələr və başa düşmələr yaşaya biləcəyiniz önəmli bir dönəmdəsiniz. Buna yanaşı, əziz oğlaqlar, mayın digər ən böyük və hərarətli məqamısa eşqdir. Demək, sizin evlisinizsə, nə gözəl, uşaqlar gündəmə gələcək. Bütün may ayında 6-cı evinizdə, daha doğrusu 5-ci evinizdə baş verici olan yeni ay çox güclü təsir göstərəcək. Bu deməkdir ki, bütün may ayında subayların həyatına flörtlər, sevgilər, eşqlər girə bilər, həyatları rənglənə bilər. Evlilər, uşaqlarınıza yönələ bilərsiniz. Evli və subay temasını qoyuram bir kənara. Evli ya da subay olmazdan asılı olmayaraq hobilərinizə yönələ bilərsiniz, əylənə bilərsiniz, həyatın keyfini çıxarda bilərsiniz və bəlkə də seks həyatınız canlana bilər. Həyatınız olduqca şən, əyləncəli, maraqlı, rəngli və hərarətli keçəcəyə oxşayır. Yaxşı mənada pozitiv və gözəl enerjilər sizdən yana olacaq. Bundan yanaşı, may ayının 17-sindən Merkuri 6-cı evinizə keçir və bu deməkdir ki, iş həyatınıza da fokusunuzu verəcəksiniz. Mayın 18-də Mars 5-ci evinizə keçir. Cinsel və seksual olaraq dəhşət bir dönəmə girirsiniz. Mayın 18-dən iyunun sonuna qədər, əgər həyatınızda biri varsa ya da yoxdursa həyatınıza girə də bilər. Dəhşətli dərəcədə hərarətli, ehtiraslı və seksual bir dönəmə girirsiniz. Bununla yanaşı, uşaqlarınız varsa, uşaqlarla bağlı biraz dava-dalaş, gərginlik, mübarizə, savaşı ola bilər. Hobilər və s. belə şeylər varsa, onlarda dəhşətli dərəcədə fokuslanırsınız. Əsas fokusunuz eşq, sevgi və cinsəllikdir. May ayında və müəyyən qədər iyunda da bu arada. Mayın 19-sa Venera 7-ci evinizə keçir. Buradakı bu hərarətli flörtöz enerji yerini ciddi münasibətlərlə alır. Mayın 19-undan sonra ciddi münasibət, ciddi sevgi, hər cür münasibət, ortaqlıq, iş belə mövzulardan yana çox şanslı bir dönəmə girirsiniz. Yəni ki, uzun sözün qısası, subay oğlaqlar, subaylığınız bura qədər idi. Nəysə, ola bilər ki, həyatınıza kimsə nəsə girsin də çox rənglidir. Evlilərdə evliliyinizlə bağlı xüsusən ayın 19-undan sonra çox qəşəng və çox gözəl bir dönəmə girirsiniz. Yəni ciddi münasibət, eşq, ortaqlıq, iş möhtəşəm. Biraz da savaşlı mübarizə, amma əyləncəlidir, xoşunuza gələr. Mayın 21-i Günəş 6-cı evinizə keçir, okeydir. Mayın 31-i isə 12-ci evinizdə Nur topu kimi bir dolunayımız var. Bu deməkdir ki, may ayının sonu, iyun ayının əvvəllərində şuuraltı, spiritualizm, ruhani mövzular, mənəvi mövzular əsaslı gündəminizdir. Qaranlıqda qalan məqamlar gün üzünə çıxa bilər, aydınlanmalar, üzləşmələr yaşana bilər. Yəni, karma özünü çox güclü təzahür edə bilər. Gizli düşmənlikləriniz varsa, kim arxanızca danışırsa, kim oyunlar oynayırsa, hamı, hər şey gün üzünə çıxa bilər və böyük üzləşmələr yaşana bilər. Əziz oğlaqlar, sırf özbürcü oğlaq olanlar, sizə də demək istədiyim bəzi sözlərim var. Sırf özbürcü oğlaq olanlar dəhşətli dərəcədə pul və ailə enerjisini zirvədə yaşayacağınız, lakin ilahi ədalətin qılıncının dəhşət kəskin olacağı bir ay yaşayacaqsınız. Sırf özbürcü oğlaq olanlar həm pul, həm ailə mövzuları
ən yaxşısı və ən bombası olaraq demək olar ki, gündəmdədir. Amma ilahi ədalətin qılıncı da ortadır. Bu deməkdir ki, siz deyirsinizsə, siz düzgün və yaxşı insan olmusunuz, cəmaatın haqqını yeməmisiniz və cəmaatın ailəsini dağıtmamısınızsa, bu deməkdir ki, mükəmməl bir maya hissi gözləyir. Sevgi və puldan yana çox iddialı və çox gözəl. Çünki nə əkmisinizsə onu biçəcəksiniz. Yox, siz deyirsinizsə, biraz o yan bu yan, biraz nə bilim edilməməsi gerəkən şeylər edilib, onda biraz sərt bir maya hissi gözləyir. Ədalət həm pulda, həm sevgidə özünü təzahür edəcək. Amma genel olaraq yaxşı olma ehtimalı çox daha yüksəkdir ya, bu arada xəbəriniz olsun. Yəni neqativ olma ehtimalı balacadır. Pozitiv və gözəl dönəmlərin olmağı ehtimalı daha yüksəkdir. Əziz oğlaqlar, videomu bəyəndinizsə bəyənməyi, komment yazmağı və digər oğlaqlarla bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz dolçalar, oxusan yüksələn burcu dolça olanlar, gəlin görək may ayında sizi nələr gözləyir. Əziz dolçalar, aprelin sonu və mayın ilk 15 günlük periodunda o ərəfədə sizin əsaslı məqamınız, əsaslı fokusunuz karyeradır. İş həyatı, karyera, status kimi mövzular gündəmə gələ bilər və bu mövzularla bağlı önəmli bir tamamlanmalar yaşana bilər. Bəziləriniz iş dəyişdirəcəksiniz, bəziləriniz karyeranızda, iş həyatınızda dəyişimlər yaşayacaqsınız, bəziləriniz statusunuzla bağlı bir dəyişimlər yaşayacaqsınız. Amma əsasən deyə bilərəm ki, iş, karyera mövzuları gündəmə gələcək. Bunu demək daha düzgündür. Bundan əlavə olaraq may ayının digər ikinci ən böyük fokusu sizin üçün ailə, ev, yuva mövzularıdır. Mayın 16-sı bir nur topu kimi bir yeni ayımız var və bu direkt may ayını başdan ayağa ailə, ev, yuva mövzularına yönləndirəcək. Karyera ilə yanaşı may ayında evinizə daha çox yönələ bilər. Ev, fiziki olaraq evə yönələ bilər ya da məcazi mənada ev, ailə, yuva kimi məqamlara yönələ bilər. Bu mövzularda yeni başlanğıclar yaşaya bilər, bəziləriniz köçə bilərsiniz, bəziləriniz isə evlə, ailə ilə, yuva ilə bağlı üzləşmələr, şəfalanmalar ya da bir şəkildə gündəmə gəlməyini təcrübə edə bilərsiniz. May ayının 17-si Merkuri 5-ci evinizə keçir. Ağlınız, beyniniz, zəkanız, eşq, sevgi, flört ya da uşaqlar mövzusuna daha yaxşı işləyir. May ayının 18-də isə Mars 4-cü evinizə keçir. Bu deməkdir ki, ailə, ev, yuva kimi mövzularda biraz gərginlik, biraz mübarizə, biraz savaş əsaslı gündəminiz olacaq. Evlə, ailə ilə, yuva ilə bağlı nələr tamamlanmayıbsa, həll olmayıbsa, bəlkə bunlarla bağlı ya da üzləşmələr ya da biraz dava-dalaş gərginlik də ola bilər. Bu mayın 18-i başlayır. Amma direkt təsir göstərə bilər, göstərməyə də bilər. Çünki iyunun düz axırına qədər davam edəcək. Yəni periodik olaraq da təsirləri ortaya çıxa bilər. Mayın 9-da Venera 6-cı evinizə keçir. İş həyatından yana şanslı bir dönəmə girirsiniz. Sağlamlıq, iş həyatı, günlük rutinlər, diyet, ev heyvanları kimi mövzularda yana şanslı dönəmə girirsiniz. Mayın 9-dan sonra şirniyyata biraz maraq sala bilərsiniz. Böyrəklərinizə qarşı ehtiyatlı olun, alkolə qarşı biraz diqqətli olun və suyu düzgün, balanslı içməyə diqqət edin. Bununla yanaşı olaraq belaltı orqanlara da qarşı bir damcı diqqətli olun, amma şanslı dönəmə girirsiniz əslində sağlamlıqla bağlı. Ona görə çox da baxılası bir şey yoxdur. Mayın 31 isə sizin 11-ci evinizdə bir dolunay var. Bu deməkdir ki, may ayının sonları, iyun ayının əvvəllərində əsaslı gündəminiz, dostluqlar, hədəfləriniz, arzularınız olacaq. Bu mövzulara yönələ bilər və problemli nəsə sizə zərər vuran dostluqlar varsa, bunlarla bağlı bir tamamlama və ya bitişi təcrübə edə bilərsiniz, əziz dolça bürcləri. Əziz dolçalar, bundan əlavə sırf öz bürcü dolça olanlar, sizə də demək istədiyim bəzi sözlərim var. Sırf öz bürcü dolça olanlar, ikiyüzlülük, yalan, xəyanət olmaz yəqin ki. Sadəcə ikiyüzlülük, yalan, belə deyək də, belə fırıldaqçılıq, belə bir şeylər qarşı ehtiyatlı olmalısınız. May ayında hamı və hər şey sizə qarşı dürüst deyil. Ona görə, ya demirəm bütün dünya sizə yalancıdır, yox. Amma kimsə nəsə yalan danışacaq, ya oyun oynayacaq, ya qeyri-etik bir məsələlər olacaq. Çalışın ki, bu adam sizə olmayın. Amma yəni sizə də olmasınlar. Ehtiyatlı olun sadəcə. Hamıya hər şey inanmayın. Biri gəldi dedi ki, nə bilim, pulu ver falan yerdən bir yatırım eləyəcəyik, bu bizi varlı eləyəcək. 2 dəfə fikirləşin. Ya da məsələn biri zəng elədi sizə, dedilər ki, nə bilim, falan şeydir, bura pul yükləməlisiniz. 2 dəfə fikirləşin, güvənməyin, fırıldaqçılığa məruz qalmağa biraz meyillisiniz ya da yalanlara məruz qalmağa, dostlarınızdan ya da sevgi həyatınızda biraz ehtiyatlı olun. Amma bunu bir kənara qoysaq, yəni olaraq özünüzə güvənəcəyiniz, güclü olacağınız, həyat enerjisinin artacağı, içinizdə bir həyat sevinci, bir bahar enerjisinin oyanacağı gözəl, rəngli bir dönəmə girirsiniz deyə bilərik. Əziz dolçalar, videomu bəyəndinizsə bəyənməyi, komment yazmağı və digər dolça bürcləri ilə bölüşməyi unutmayın. Sevgi və işıqla qalın.
Əziz balıqlar, vaxtında yüksələn burcu balıq olanlar, gəlin görək may ayında sizi nələr gözləyir. Əziz balıq burcuları aprelin sonu və mayın ilk 15 günlük periodu əvvəlində gördüyüm qədərilə əsaslı fokusunuz xaricə getmək, gəzmək, səyahət etmək, yeni yerlər görmək, dini, mənəvi, ruhani olaraq özünüzü inkişaf etdirmək və ya tamamlamalar yaşamaq ola bilər. Bəziləriniz aprelin sonu, mayın əvvəlləri ya da ilk 15 günündə xaricə gedə bilərsiniz, yeni yerlər görə bilərsiniz. Bəziləriniz təhsillə bağlı bir tamamlanma yaşaya bilər və ya dini, mənəvi, ruhani, akademik mövzularla bağlı bir tamamlanma və ya gündəm yaşaya bilərsiniz. May ayının digər ən böyük gündəmi isə 16-cı evin, daha doğrusu may ayının digər əsas gündəmi isə 3-cü evinizdə baş verəcək yeni ayda. Belə ki, may ayında total olaraq bütün may ayında siz yaxın yol səyahətləri edə bilər, yeni özünüzü inkişaf etdirə bilərsiniz, yeni bir şeylər öyrənə bilərsiniz. Qardaş, bacı, qohum-əqrəba, qonşular kimi insanlar gündəmə gələ bilər və bu mövzular həyatınızın əsaslı gündəmində otura bilər may ayında. May ayında bununla yanaşı olaraq özünüzü inkişaf etdirmək üçün mükəmməl bir dönəmə girirsiniz. Bol-bol özünüzü inkişaf etdirə bilər, yeni şeylər öyrənə bilər siz. Mayın 18-dən sonra yaxın çevrə, qohum-əqrəba, qonşu, qardaş, bacı ilə bağlı müəyyən qədər dava-dalaşlar, gərginliklər və ya çətinliklər ola bilər. Yaxın yol səyahətləri edəcəksə ehtiyatlı olmalı, sürət risklərindən ya da nə bilim təhlükəli risklərə girməməlisiniz. Yaxın yol səyahətlərində rayona falan gedəcəksinizsə 200-lə gedən bir maşından getməyin. Bununla yanaşı olaraq mayın 19-u Veneranızın 5-ci evinizə keçməyinə görə də eşq həyatınız canlanır. Sevgi, eşq mövzuları ilə bağlı şanslı və gözəl enerjilər təcrübə edə bilərsiniz. Bəziləri üçün hamiləlik ola bilər. Çünki həm eşq, həm sevgi, həm seksuallıq, həm uşaq, həm hobilər, əyləncə, bunlar hamısı gündəmə gəlir. Hamısı yox da bir ya da bir neçəsi mayın 19-dan sonra yaxşı mənada gündəmə gələcək. Bu da subaylar üçün eşq, evlilər üçün uşaq, mövzularına fokuslanılmağına və çox rəngli, sevgi dolu, romantik anlar yaşaya biləcəyinizi bizə göstərir mayın 19-dan sonra. Sırf ümumi 19 günündən söhbət getmir. Və mayın sonlarında 10-cu evinizdə karyera mövzunuza təsir edən bir dolunay olacaq. Mayın sonları və iyunun əvvəllərində karyera mövzuları ilə bağlı tamamlanmalar yaşana bilər və ya karyera mövzunuz çox ciddi, çox güclü bir şəkildə gündəmə gələ bilər. Sırf öz burcu balıq olanlar, sizə də demək istədiyim bəzi sözlərim var. Öz burcu balıq olanlar bilməlisiniz ki, may ayında əsaslı olaraq həyatınızda dəyişimlər yaşanacaq. Bu dəyişimlər bəzi sağlam təməl qurduğunuzu düşündüyünüz mövzularla bağlı olacaq. Bəzi şeylər fikirləşdiyiniz qədər sağlam təməlli deyil ya da artıq dəyişməlidir və bunu yaradıcı istəyir. Yaradıcı istəyir deyə bəzi şeylər həyatınızda artıq dəyişməlidir. Bir köhnə bir bina yıxılmalıdır və yerinə yeni bir bina tikilməlidir bəzən və bu barədə hiss edəcəyiniz tək şey bərk-bərk yapışmamağınız və bir şey buraxmaq lazımdırsa, o şeyi buraxmaqdan çəkinməməyinizdir. Həyatınızda böyük bir dəyişim külək əsəcək, amma bu dəyişim yaradıcı tərəfindən gəlir, xeyirlidir, səbirli və güclü olmalısınız. Ən yüksək xeyrinizə xidmət edəsiniz, sevgi və işıqla qalın. Videomu bəyənirsə bəyənməyi, komment yazmağı və digər bürclərində bölüşməyi unutmayın. Bütün bürclər üçün xeyirli, gözəl, möhtəşəm olsun. Sevgi və işıqla qalın.